Bu qaranlıq təcrübə Amerikalı psixoloq David Rosenhan tərəfindən aparılmış və həkimləri psixiatriyanın mahiyyətinə şübhə etməyə vadar etmişdi. Rosenhan 1973-cü ildə müxtəlif ştatların psixiatrik xəstəxanalarına 8 tamamilə sağlam adam göndərdi. Onlar səs eşitdiklərindən şikayətlənir və qabaqcadan öyrədildiyi kimi əlamətləri sadalayırdılar. Bundan sonra onlar özlərini normal aparmış, səs halüsinasiyalarının daha olmadığını həkimlərə bildirmişdilər. Onlar işçilərlə söhbət edir və qeydlər aparırdılar. Amma həkimlər onların xəstəxanadan çıxmaq üçün yalan danışdığını zənn etmiş və antipsixotik dərmanlar içməyə məcbur etmişdilər. Həkimlər onların hər hərəkətində xəstəlik əlaməti görürdülər. Pasiyent qeydlər aparırsa, bu patoloji yazı yazmadır. Sadəcə dəhlizdə durubsa, bu özünə qapanıqlıqdır. Dırnaqarası xəstələr orta hesabla 19 gün xəstəxanada saxlanıldı. Biri hətta 52 gün orada qaldı. Hər biri remisiya mərhələsində olan şizofreniya diaqnozu ilə xəstəxanadan buraxıldı. Təcrübənin nəticələri mətbuatda dərc olundu və geniş müzakirələrə səbəb oldu. Prestijli klinikalardan biri sərt şəkildə etiraz edir və deyirdi: "Bizim klinikada belə şey ola bilməz." Rosenhan onlara belə təklif etdi: "Özünüzdən belə arxayınsınızsa, gəlin təcrübə edək. Mən növbəti 3 ay ərzində sizin klinikaya yalançı xəstələr göndərəcəyəm. Görüm təyin edə biləcəksinizmi?" Klinika razılaşdı və 3 ay sonra qəbul nəticələrini bildirəndə məlum oldu ki, bu müddətdə klinikaya müraciət edənlərdən 41 nəfər birmənalı olaraq simulyant hesab edilmişdi. Həkimlər fikirləşmişdilər ki, bu adamları Rosenhan göndərib. Fakt isə bu idi ki, Rosenhan oraya bir nəfər də olsun adam göndərməmişdi. Müraciət edənlərin hamısı doğrudan da xəstə adamlar olmuşdu. Bu hadisədə nəzərə çarpan cəhət odur ki, etiketlər, damğalar bizim insanlar haqqında fikirlərimizə necə də güclü təsir edir. Kiminsə üzərinə hansısa damğa yapışdısa, biz artıq faktları görmürük və reallığı o damğaya uyğun təhrif edirik. Əlbəttə 70-ci illərdən bəri diaqnostik metodlar çox inkişaf edib. Lakin kontekstin bizim reallığı necə qavramağımızı təhrif etməsi fenomeninin özü bizim başqaları haqqında fikir yürütməyimizə çox vacib amil kimi görünür. Bütün bunlar bir daha düşünməyə səbəb verir. Bəs biz nə görürük? İnsanı yoxsa özümüzün ondan gözləntilərimizi?